Dostlar, bizim ölkədə 400-ə yaxın siyasi məhbus olduğunu hamı gözəl bilir. Mən dəfələrlə demişəm ki, əslində mən düşünmürəm ki, ölkəmizdə cəmi 400 siyasi məhbus var. Mən belə açıq şəkildə bəyan edirəm ki, ölkəmdəki siyasi məhbusların sayı bəlkə də 1000 nəfərdən çoxdur. Çox insanlar var ki, sahibi yiyəsi yoxdur, qohum əqrəbası yoxdur, onların qanunsuz tutulduqlarından ictimaiyyətin xəbəri yoxdur. Bu siyasi məhbuslardan biri də Polad Aslanovdur. Mən onun hələ ibtidai həbs vaxtında, yəni istintaq dövründə də ona qarşı irəli sürülən ittihamlarla tanış olmuşam. Sonradan məhkəmə aktlarını, hökmləri tanışam. Həyat yoldaşı mənə onları təqdim edibdi, mən nəzərdən keçirmişəm və açıq şəkildə bildirərəm ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur. Tam uydurma, qondarma, siyasi motivli ittihamlardır. Hamısı yalandır, o irəli sürülən ittihamların, hadisələr uydurmadır. İnsanı tutub qoyublar dama, 16 ildə iş veriblər. Böyük bir ailənin qohum əqrəbasının nəslini bəlaya düşər ediblər. Bundan da kənarda durub həzz alırlar. Bu boyda dövlət qalıbdır, aciz bir insanın, bir ailənin qarşısında aciz, onun hüquqlarını bu qədər kobud sürətdə pozur. O ailə neçə illərdir ki, artıq yəqin ki 6-7 ildir, o adam həbsdədir. Qalıb bu türmələrin qarşısında bu qadın. Bu qadına əzab, işgəncə verilir. Təkcə o həbsdə olan şəxsə yox, onun ailəsinə də. Dəfələrlə Polad Aslanov həbs yerində aclıq aksiyası keçiribdir. Bugünkü gün bizim ölkənin hakimiyyəti üçün aclıq aksiyası elə belə adi gülmək üçündür, onlar hakimiyyət tuturanlar üçün ki, qoy getsin, ölsün. Ancaq bütün dünyada aclıq aksiyası keçirmək, dünyanın istənilən ölkəsində bu böyük bir siyasi aksiyadır, siyasi etiraz üsuludur. Dövlətin bütün hakimiyyət orqanları bu aksiyaya fikir verməlidirlər, diqqətlərini yönəltməlidirlər. O dustağın nəyə görə aclıq keçirdiyinlə maraqlanmalıdırlar. Yalnız bizdə yox. Yenə deyirəm, mən təkcə Polad Aslanov deyil, mən yüzlərlə insanın adını çəkə bilərəm ki, uşaqları qanunsuz həbs olunubdur. Onlara ağla gəlməz, ay dövlətə xəyanət, vətənə xəyanət, güya cəsur. Samir Saniyev məsələn, Samir Saniyevin nə günahı var? Valla o Saniyevin də mən hökmünü nəzərdən keçirmişəm. Hökm deyil, firkına qramatadır, rusların bir sözü var. Böhtan, uydurma, bütün bu ailəni bəlaya salıblar. O Samir